avtoritar korrupsionerlər üçün, kleptokratlar üçün yalnız onlar demirlər ki, məni insanlar sevsin. Buna vacib kimi baxmırlar ki, məni kimsə sevsin. İlham deyir, məni sevirlər falan. O heç ona da baxmır ki, məni kimsə sevsin. Heç ətrafını da sevməyini istəmir o. Onlar üçün onun üçün vacib olan bir məsələ var. Bir məsələ, mən onu deyirəm. Onu deyirəm, onu eləyin. O istəyir ki, insanlar bir-birinə güvənməsin. Baxın, Azərbaycanın düşdüyü bugün hansı ki rəzil durumdayıq. Sizi inandırıram. Gələn il bundan da betər gündə olacaq. Bax, gələn il bundan da 5 də betər gündə olacaq. İnsanların bir-birinə güvənməməsi üçün əllərindən gələni edirlər. Mən sizə demişəm, bir-birinizə güvənmək lazımdır. Başqa heç nə. Azərbaycanın onunla başqa xilası yoxdur. İnsanlar bir-birinə güvənəcək. İnsanlar bir-birindən başlayıb əlaqəyə girməlidir. İnsanlar bir-birindən danışmalıdır. Qohumdur, qonşudur, fərq eləmir. Harda görürsən insanları dindir. Denin insanlarla danış. Problemini ona de. Onun problemini öyrən. Demirsə problemini. Eləcə gülümsə, salam ver. Əhval sorur. Uşağınız da mı burada oxuyur? Mənim də uşağım burada. Danışın. Baxın, Fransada mən tanımadığım adamlar bir mağazaya gedəndə bəlkə 3 nəfərlə danışıram. Ya 2 nəfər mənə yaxınlaşır, mən bir nəfərə, ya bir nəfər mənə yaxınlaşır, mən 2 nəfərə yaxınlaşıram. Başa düşün. Baxın, nəsə alırsınız, yaxınlaşırlar ki, nə aldınız? Ha, bundan yemisiniz və yaxud da aldı, bundan işlətmisiniz. O yaxınlaşır, sən yaxınlaşır. O həmin o yerdə durduğumuz yerdə. Bir-birinlə əlaqədədir. Hər dəqiqə. Ona görə bu insanlar, bu dövlətlər çökmür. Bizi dağıtdılar, bizi pərən-pərən elədilər. Bizi belə dağıdırlar, sonra deyirsən get xalq parlamentinə qoşul, sən xalq hərəkatına qoşul, sən nə bilim filan cəbhə partiyasına qoşul, sən gəl Tural Abbaslıya qoşul. Başa düşürsünüz? Nə edirlər bunlar? Siz bilmədən sizi pərən-pərən salırlar. Bax bugün, bütün blogerlər, bütün hamı hər şeyi dayandırsın, yalnız maarifləndirməklə məşğul olsun. Əgər şərəfim and olsun, gələn il İlham Əliyev hakimiyyətdə olsa mənim üzümə tüpürün. Bax, hamı otursun, danışsın ki, bax, bunlar bunu edir, biz bunu etməliyik. İnsanlar danışmalı, öyrətməliyik insanlara, bir-birinizdən əlaqə. Baxın, insanlar harada, məhəllədə deyilsən, get tanımırsan da, elə deyil, get yaxınlaş, necəsiniz, nə var, nə yox. Onun da bil, başa düşürsünüz. Biz ola bilsin ki, milyonlarla insanıq. Baxın, mən onu sizə demişəm. Mən bundan öncəki efirlərə baxın. Mən dəli deyiləm, bütün gün burada onu elə belə danışmıram. Baxın. Ola bilsin ki, milyonlarla insan eyni qafadadır. Onu biz bir-birimizdən danışmırıq deyə biz fikirlərimizi bilmirik ki, deyirsən, xalq niyə qalxmır? Xalq ona görə qalxmır ki, o bir-birindən xəbərsizdir. Mən də deyirəm, o kommunikasiyanı qurun, qoy xalq xəbərdar olsun bir-birindən. Kommunikasiya qurun, xalq xəbərdar olsun, xalq bilsin ki, onun da fikri odur. O görsün ətrafını. Yoxsa aparıb partiyalara calayın, nə filan yerlərə. Olmur, olmayacaq. 57 ildir Əliyevlər hakimiyyətdədir. Varmı? Yoxdur, yoxdur. İnsanları qoyun danışsınlar bir-birindən. İnsanlar bir-birindən danışsın, bütün hamı hər şeyi dayandırsın, hamı onunla məşğul olsun ki, insanlar bir-birindən danışsın. Bir aya deyirəm, İlham Əliyev titrəyəcək orada. Çünki insanlar bir-birindən danışanda problemlərini biləcək. Eyni fikirdə olduqlarını biləcək. Yoxsa bilmir adam. Bilmir ki, o nə fikirləşir. Başa düşdün? O fikirləşir, yəqin o da susur, mən də susum. O da ona baxır ki, o da susub, deyir, mən də susum. Kişi danışın, siyasətdən danışmayın. Özü gətirəcək. Tema o sizi gətirib siyasətə çıxardacaq, narahat olmayın. Oturasınız, necəsiz, nə var, nə yox, o da deyəcək sizə, siz yaxşısınız, hə, biz yaxşı. Uşağınızı yerləyirsiniz də, deyək ki, o nədir o, yelənçək deyək də. Orada yerləyirsiniz öz uşağınızı. Və yaxud da harasa 5 dəqiqə, 10 dəqiqə danışandan sonra hansısa bir problem ortaya çıxır. Bahalıq çıxdı, bahaçılıqdır. Belə o yan, bu yan 5 dəqiqə danışandan sonra bir rədd olsun bunları da bezdik falan. Söhbət özü gətirir, çıxardır siyasətə. Çünki sən siyasi varlıqsan. Sən siyasi heyvansan. Heyvan. Bunu Aristotel deyirdi ki, insan siyasi heyvandır. İnsan siyasətin içindədir. Siyasətdir. Elə insan cəm yaşamaq elə siyasətdir. Başa düşürsünüz? Bir-birinizdən xəbərdar olun ha kişi. Qoyun insanlar baxın, kim gəldi görüşün, danışın. Tanımırsınız. Burada mən tanıyıram fransızları. Tanımıram. Gedir niyə yaxınlaşır danışıram? Niyə nəsə soruşuram? Niyə o məndən soruşur? Danışın, danışın. Onda hər şeyi biləcəksiniz. Bütün insanlar görəcəksiniz. Sizi kimi fikirləşənləri tapacaqsınız.
Başa düşürsən? Yoxsa hamı apar partiyaya, baxın, biri partiyanı sevməyə bilər. Mən demirəm o partiyanın rəhbəri pisdir. Biri partiyanı sevməyə bilər. Biri nə bilim oradakı insanları sevməyə bilər. Biri oradakilara nifrət edə, biri onlardan ötürü ölə bilər. Başa düşün. Baxın, müəllimlər bir-birindən danışsın, şagirdlər danışsın. Ay kişi, hamı danışsın. Danışsın. Müəllimlər də qoymurlar artıq bir-biri ilə danışmağa. Onları da uniformaya soxur İlham Əliyev. Deyir ki, əskər kimi geyinəcəksən. Başa düşürsüz? Onu eləmək istəyir. Ona görə pərəm-pərəm salır. Ona görə artıq o müəllimlər sinifi var idi. Qabaqca yığışırdılar. Müəllimlər otağı deyirdilər, nə deyirlər. İndi artıq orada 5 dəqiqədən artıq oturub heç kim heç nə danışa bilmir. Deyirlər kamera var, nə bilim nə var. Orada da qoymurlar insanları danışmağa. Danışın. Müəllimlər küçədə oturun, deyin axşam gedək kafedə, 5 dəqiqə oturun kafedə danışın. Gedin McDonald's-da oturun, İlham Əliyevin nəvəsinin McDonald's-unda, orada oturun danışın. Bizi bugüne qoyan danışmamağımızdır. Bir-birimizin eyni fikirdə olan milyonlarla insan bir-biri ilə danışmır deyin, bugün bugünə düşüb. Sizə kimdir deyən ki, gedin inqilabdan danışın? Lazım deyil, inqilabdan başqaları danışacaq. Siz narahat olmayın. Siz narahat olmayın. Siz başqa şeydən danışın. Siz problemlərinizdən danışın, evdəki problemlərinizdən danışın. Ailədən nə bilim nə olduğundan danışın, uşağınızdan danışın. Bir şey tapın danışın. Görürsüz, baxın. Mən sizə inandırıram. İndi bizə baxmayanlar var. Siz gedin sizdən baxmayanlarla. Bax sabah burada neçə nəfərik? 80 nəfərik də. 87 deyək, yaxşı. Mən 80-da 80 deyirəm. Siz 80 deyin. 87 nəfərik. Bu 87 nəfəri inandırıram sizə. Şərəfim and olsun. Sabah gedin bir adamla 3 gün, hərəniz 3 gün onunla danışın. Hər gün. 3 gün. Bax test eləyin də, heç nə də. Biz nə üçün? Ya insanıq da bir şeyi də biz test eləyin. Niyə bizim əvəzimizə filosoflar eləsin, psixoloqlar eləsin, nə bilim jurnalistlər eləsin. Bir dəfə də özünüz test edin. Baxın 3 gündən sonra bir adama yaxınlaşın. 3 gündən sonra danışın ondan 3 gün. 3 gündən sonra gör necə biləsən o sənin fikrində olduğunu. Lazım deyil sən onun siyasətdən danışmaq. Sən onu gəl siyasətdən danışdın, o sən qorxacaq ki, bu kimdir, gəlib bura məndən nə soruşmaq istəyir görən. Yox, aydın, məhəllədən, sudan, qapıdan, hər şeydən. Başa düşdünüz? Başqa şeylərdən danışın. Siyasi heç girməyin. Onun özü açacaq siyasəti. Sən narahat olma. Sən narahat olma. Sən açma siyasəti. Qoy özü açsın. Özü açacaq. 3-cü gündə o partlayacaq ki, bu nədir, yaşayırıq. Ölürük eyvallah. Heç nə lanmırıq evə. Başa düşür? Çünki insan siyasi varlıqdır. Başa düşürsünüz onu? İnsan dura bilmir, insan fikrini çatdırır. Amma bizi o günə qoyurlar ki, biz danışmırıq. Hər gün bizi bir-birimizdən aralayırlar. Hər gün. Ehtimat qoymayıblar aramızda bir-birimizə. Qorxur, hamı bir-birindən qorxur, çəkinir. Çünki hamı taktika səhvdir. Çünki hamı bir-birinə siyasi görüşdən yaxınlaşır. Kimisə harasa verbavat eləmək üçün. Və yaxud da harasa başını aparıb şeyə soxmaq üçün, parlamentə nə bilim nəyə lazım deyil. Sizə heç bir parlament, heç nə də lazım deyil. Heç partiya da lazım deyil. Biz prezidentimizi sonra seçəcəyik. Narahat olmayın. Bizə lazım olan insanlar bir-birindən kommunikasiya qurmağıdır. Danışmağıdır. Sudan danışın, kartoşkadan danışın, nə bilim ayaqqabıdan danışın. Danışın. İnsanlar danışsın. Siz danışdıqca o bütün hər şeyi, baxın, polisi, biznesi, nə bilim medianı, məhkəməni, hər şeyi bu işə qoşub ki, insanlar bir-birindən aralı dursun. Danışmasınlar. Amma siz danışın. Danışın. Sudan danış da denən ki, bax bu günləri su içdim. Su gəldi, 1 saat su verirlər də, Bakıda 2 saat su. Denən 2 saat su vermişlər, açdım, yamandır, yaxşı deyildi. İstəyirəm su alam, hansı suyu məsləhət bilirsin? Qoy 5 dəqiqə danışın da onunla. 2 gün danış, 3-cü gün o bütün problemləri sənin qabağını məndən yaxşı sadalayacaq. Deyəcək, budur. Problemlərimiz budur. İlham Əliyev bunu eləyir, bunu oğurluyurlar. Başa düşdün? Sən özünlə onlar arasında bir-birinizə güvən yaradın, etimadınız olsun. Ondan sonra sən özün biləsən o kimdir. Sən görərsən ki, bu önündə o dünən danışdığın adam yaxın dahiymiş, nə bilim, baxdı ki, alim imiş. Amma qalıb evdə. Danışmırsan onunla. Çünki o da qalıb qorxur ki, mən nə danışım? Ona görə bir-birimizi tanımalıyıq.